Bir millet, iki devlet. Aynı bayrağın gölgesinde. Farklı renkler olsa da kalbin attığı yer bir ve bu kalp vatan uğruna atıyorsa acısı da birdir, şerefi de. Bugün şehit tahtında da tarif edilmesi güç bir hikayeye şahit olacağız. İki kez şehit verdi, iki kez yandı yüreği. Bir milletin yüreğinde iki bayrağın gururuyla yaşayan Hicran Teyyeva. Can Azerbaycan'dan gelen bir kardeşlik hikayesi. Hayatının baharında nişanlısı şehit düştü. Tam 10 yıl boyunca o sessiz yaz döneminde hayatını yeniden kurmaya çalıştı. Ve günlerden bir gün yeniden sevdi. Fakat kader aynı acıyı ona bir kez daha yaşattı. Eşi de vatan uğruna canını feda etti. İki kez sevdi, iki kez uğurladı. Bugün yasıyla da gururuyla da baş tacı ettiğimiz bir konuğumuz var. Hicran Teyyeva. Mən Tağıyeva Hicran, Azərbaycan Respublikasının Sumqayıt şəhərində 28 dekabr 1973-cü ildə dünyaya gəlmişəm. 90-cı ildə Sumqayıtda 17 nömrəli məktəbin məzun olmuşam və Sumqayıt Dövlət Universitetinin bilgisayar üzrə mühəndis, texnik mühəndis ixtisasını bitirmişəm. Və annəyəm, bir qız çocuğum var. Hal-hazırda Azərbaycanda çalışıram. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində baş mühəndis texnik vəzifəsində çalışıram. ...92-ci ildə mən nişanlandım. Nişanlım mənim babamın teyzə torunu. Biz zaten çocuq olarkən köyə gedəndə onlar Bakıda yaşayırlar, biz Sumqayıt şəhərində, Azərbaycanda. Köyə gedərkən köydə bir yerdə çocuqkən oynardıq. Yəni bir-birimizi o zamandan tanıyardıq. 92-ci ildə mənim amcam şəhid oldu. Qarabağ savaşında, birinci savaşda şəhid oldu. Onun mərasimində, yas mərasimində, hüzur mərasimində mənim nişanlım Quliyev Faiq məni görmüş, atasına, öz babasına demiş ki, mən Hicranı istəyərdim, yəni ona elçi gedin. Onlar da bizə elçi gəldilər, mənim babam da məni verdi. 92-ci ilin oktyabr, biz oktyabr deyəriz, oktyabr ayının 25-də nişanlandıq. Bir həftədən sonra bizdə o zaman Qarabağ savaşı gedərdi. Azərbaycanda ordu yarandı. Hərbi ordu yarandı. Çünki bütün dünyaya məlumdur ki, artıq o zaman Azərbaycan Sovet İttifaqından ayrılmışdı. Ayrı bir respublika idi və Ermənistan da bizə savaş açmışdı. Bizim də özümüzün ordumuz hələ yox idi. O zaman təzə-təzə ordu yaranırdı. O zaman Sovet İttifaqında hərbi xidmətdə olmuş hərbiçilərimizi, yəni istefada olan hərbiçiləri ordu yaranan zaman onları orduya dəvət edirdilər ki, yəni siz olmalısınız, müharibədə, savaşda iştirak eləməlisiniz. Onlardan biri də mənim nişanlım oldu. Dəvət etdilər onu. O zaman indiki kimi mobil telefonlar yox idi. Ancaq barmaqla belə olan telefonlar var ya, ondan idi. O onu da eləyə bilməmişdi, xəbər verə bilməmişdi ailəsinə. O hazırlaşırmış ki, bizə gəlsin. Artıq bizim nikahımızın günü də hazır idi. Mənim gəlim paltarım da, hər bir şeyimiz hazır idi. Gəliblər, qapını döyüblər ki, bura qol çəkməlisən, imza atmalısan ki, hərbiyə gedirsən, artıq sən hərbi komandosan. O bir komşunu görmüş, komşuya demiş ki, annemə, babama deyin ki, məni apardılar orduya. Yəni savaşa apardılar. O zaman biz bildik ki, Kəlbəcər deyilən bizim böyük bir rayonumuz var. Orada Murovdağ deyilən bir
dağ var, böyük bir yüksəklik var. O yüksəklikdə mühasirədə olurlar, çatışma gedir və ağır yaralı olur. Ağır yaralı olur, axırıncı gülləni özünə vurur ki, əsir düşməsin. Ermənilərə, düşmənlərə əsir düşməmək üçün axırıncı gülləni özünə vurur. Erməni komandası yaxınlaşır, görür ki, ölməyib, sağdır. Onu götürüb aparırlar. Ermənistanda Spitak deyilən bir şəhər var. Orada qadınlar üçün, bayanlar üçün cəza evində var imiş. Aparıblar ora. Orada hərbi əsirlərə böyük bir işgəncələrlə onları orada qətlə yetirirmişlər. Onlardan biri də mənim nişanlım. 6 ay heç bir xəbər bilmədik ki, ölübdür, qalıbdır, heç bir şeyi xəbərlər bilinmirdi. 6 aydan sonra birinci savaşımızda bizdə 92-ci ilin fevralın 25-dən 26-sına keçən gecə böyük bir Xocalı soyqırımı olmuşdu. Soyqırımından orada ermənilərdə həmən o cəza evində mülki əsirlər, qoca bəylər, qoca nənələr, babalar, dədələr var idi. O qoca dədələrdən birini o vaxtlı qırmızı aypara, qızıl ay əsirlərlə, hansı ki onlarla işləyirlər ya, oradan bizə məktub gətirdilər və bir nəfər Xocalıdan olan qoca bir dədə də gəlmişdi bizə. Nişanlımdan mənə məktub gətirdilər. O məktubu gətirən zamanda həmən o qoca dədə də oradaydı. Qoca dədə danışdı ki, bəs ona çox böyük bir işgəncələr verirdilər. Onu döyən zaman, ona işgəncə verən zaman onun üstündən, üzərindən bir foto düşmüş yerə. O fotoda mənim fotom olubdu. Erməni əskəri, zabiti o fotoya insana layiq olmayan qeyri-etik hərəkətlər etmiş ona, şəkilə, fotoya. Mənim nişanlım da bunu götürməmiş, bunun üstünə hücum edərək, bunu boğub öldürmək istəyən zaman o biri əskərlər, ermənilərin əskərləri gəlib bunu tutublar ki, öldürməsin, ermənini öldürməsin və buna başlayıblar işgəncə verməyə. Cəsədi gələndə, cəsəddə də görsənmişdi, həqiqətən də o şeylər ona, o işgəncələr ona verilib. 94-cü ilin yanvarın 26-sında o zaman Azadlıq deyilən bir radio var idi. Radionu açdım, səhər saat 6 idi. Açdım ki, dedilər ki, ermənilər Azərbaycanın 8 hərbi əsirini işgəncələrlə öldürüblər. 2 nəfərin adını dedilər, 3-cüdə dedilər Quliyev Faiq Qabiloğlu, 69 təvəllüd Bakı şəhəri. Mən bir anlıq tutuldum ki, bu mənim nişanımın adı. Annem yatıb, qardaşlarım yatıb, evdə qonaq, müsafir də var idi, yatmışdılar. Getdim, anamı durğuzdum, yatmışdı, anam uyuyordu. Anamı durğuzdum ki, bəs mənim nişanımın adını çəkdilər ki, onu orada gülləliyiblər. Onun əsir düşməsini 6 ay məndən gizlətdilər, amma şəhid olmasını birinci mən eşitdim. Nə hiss etdim? Mən bir anlıq fikirləşdim ki, niyə mən? Nədən mən? Niyə mən oldum? Nə üçün bu mənim başıma gəldi? Niyə o elə oldu? Nə üçün bu savaş oldu? Niyə məni kimi çox qızlar talihləri yarımçıq qaldı? Xəbər gəldi, bildik, yanvarın 26-sı 8 dənə hərbi əsirlərimizi yaxın məsafədən güllələmişlər göz nahiyəsindən. Mart ayının 1-də biz ermənilərdən onları aldıq. Biz onların meyitlərini, cəsədlərini almaq üçün çox mücadilə verdik. Onlar bizdən çox şeylər istədilər, petrol istədilər, əsasən petrol istədilər. 8 dənə hərbiəsirin meyidini almaq üçün 20 ədəd elə yanacaq apardıq və o zaman hələ təzə-təzə, yeni-yeni olurdu. Böyük maşınlar var və cip maşınlar, elə maşınlar istəmişdilər. Bizlər bunlardan hazırladıq. Mart ayının 1-də bizdə Qırmızı Körpü deyilən yer var, Qazax rayonunda. Hansı ki, oradan Gürcüstana da sərhəddir. O istiqamət həm Ermənistan, həm Gürcüstan, həm Azərbaycana üçünü bir sərhəd, sınır.
Biz oraya getdik cənazələrimizi almaq üçün. Ermənilər, onlar məni də əsir götürmək istədilər. O zaman mənə vermişdilər, biz limonka deyirik, balaca bir qumbara olur ya, vurursan, atırsan, partlayıcı olur. Halbuki yanımızda da yanacaqlar var idi. Dedim, əgər yaxınlaşarsınızsa, mən bunu atacağım, hamımız burada öləcəyik. Nəsə onlar qorxdular, yaxınlaşmadılar, meyitləri aldıq. Mart ayının birində Azərbaycana, Bakıya, bizdə Respublikanski deyilən bir böyük bir hastanə var. Dövlət hastanəsi, onun morquna gətirdik. Bir ay o meyitlər orada qaldı. Meyitləri orada ekspertiza etdilər. Bəli, Türkiyədən, İsveçdən, İngiltərədən, Amerikadan, Rusiyadan, hər bir yerdən gəldilər onları yoxlamağa, DNK-lar eləməyə. Çünki hamısı yaxın məsafədən, mən özüm də getib baxmışdım meyidə. Yaxın məsafədən göz nahiyəsindən vurmuşlar, amma ermənilər belə bir panika demişdilər ki, güya qaçan zaman bunları vurublar. Qaçan zaman insanı gözdən vurmaq olarmı? Arxadan. Mümkünsüz şeydir. Və orada bir ay onları DNK eləyəndən sonra meyitlər, cənazələr verildilər dəfnə. Artıq şəhid. Yanvarı ayının 26-sından o şəhid, biz onu şəhid bilirik. Məni ayaqda tutan şey o idi ki, yəni mən tək deyiləm. Qarabağ uğrunda, vətən uğrunda, vətən varsa, yəni vətən uğrunda şəhid də olmaq lazımdır. Əslində yaşamaq lazımdır, amma şəhid olmalısan ki, vətəni düşmənlərdən qoruyasan. Və məni o yaşadan o idi ki, mən bir şəhid yarıyam, şəhid nişanlısıyam. Bu mənim üçün böyük bir şərəf vericidir. Mən bu günləri də onun adını hər zaman, hər yerdə böyük bir sevgi ilə, böyük bir hörmətlə anıram. Çünki o bir nakam bir şəhiddir və vətən yolunda işgəncə ilə qətlə yetirilmiş bir şəhiddir. Onu unutmaq olmaz. On il mən onun hüzurunu saxladım. Yəni onun yasını saxladım. Hər zamanda mən onun qəbrini ziyarət edirdim. Məzarlığa gedirdim, məzarını ziyarət edirdim. Mənə çox adamlar deyirdi ki, artıq 10 il keçib, unut, getmə. Məni heç kəs bu yoldan döndərə bilmədi. Mən bu gün də onun qəbrini ziyarət edirəm. 10 ildən sonra artıq mən öz amca oğlumla həyat qurdum. Amca oğlum da mənim qazi idi. O da 92-ci ildə Sovet ordusundan komandoydu. O orada hərbi xidmətdə idi, amca oğlum. Onları Azərbaycan Müdafiə Nazirliyi, yəni hərbi bakanlığımız onları geri Azərbaycana, vətənə geri döndərdilər və bizdə böyük komandamız olan Şirin Mirzəyev, milli qəhrəmanımız Şirin Mirzəyev komando batalyonu yaratmışdı. Orada da birbaşa o cür təlimləri keçmiş, hərbi təlimləri və o hissələri tanıyanlar, əsasən də Ağdam, Qarabağ zonasından olan hərbiçiləri ora yığırdılar, cəlb edirdilər. Onlardan biri də mənim amca oğlum idi. Və o zaman mənim nişanlımın meyidini almağa, onun cəsədini almağa belə mənim amca oğlum, sonradan eşim olan amca oğlum belə onların cənazələrini almaq üçün Ermənistana ora, onlar komando kimi getmişdilər. 98-ci ildə mənim eşim, amca oğlum müharibədən, hərbi xidmətdən təxris olundu. Yəni hərbi xidmətin başa vurdu. Amma o zamana qədər, 92-ci ildən 98-ci ilə qədər dəfələrlə yaralandı. Qazi oldu, onun qəlpələr var idi bədənində, başında, belin, onurğa sütununda. Yəni sonunda bir qazi oldu. Amca oğlum, biz
onlar Ağdamda, Gülaqlı kəndində yaşayırdılar. Mən isə Sumqayıtda yaşayırdım. Hər tətillərdə, yay tətillərində biz kəndə gələrdik. Kənddə biz orada erkək oğlanlarla, yəni onlarla biz at çapardıq. Oyunlar oynardıq. O da məndən xoşu gəldi. Mənə dedi ki, mən səni sevirəm. Mən dedim, sən mənim amca oğlumsan, mən də sənin amca qızım. Biz bacı-qardaş sayılarıq. Mən fərqinə varmadım. Dedim, bu bir uşaqlıq sevgisi ola bilər. Fərqinə varmadım. Amma illər keçdikcə onun sevgisini bilirdim. Bilirdim ki, məni sevir. Və mənə də nişanlımın ölümündən sonra məndə bir kanser xəstəliyi deyilən bir xəstəlik yarandı. Mən əməliyyatlar keçirtdim, 5 kərə əməliyyatlar keçirtdim. Komaya düşdüm, ayıldım və mənə iç orqanlarımdan götürdülər həkimlər. Doktorlar götürdülər və doktorlar belə qərar verdilər ki, tez bir zamanda mən ailə həyatı qurum. Əgər ailə həyatı qurmasam, qalan iç orqanlarım da götürüləcək, artıq mən anne ola bilmərəm. O zamanda mən amcaoğlum ağır vəziyyətdə evdə, öz evlərində ağır vəziyyətdə yatırdı. Mənə onların bir qonşusu zəng elədi ki, telefon etdi mənə ki, vəziyyəti çox pisdir, səni sayaqlayır. Mən işdən çıxdım, getdim ona baş çəkməyə, gördüm ki, doğrudan da onun vəziyyəti çox pisdir. Ambulans çağırdım, ambulans gəldi, onu tədavi elətdirdim özüm, çünki o sonunda mənim bir amca oğlum, həm də qazi. Mən özüm vətənpərvər olaraq, həm də ki, amca oğlum, hər də o işin içində olmuşuq deyənə, ona görə hər bir şeyi, sevgini də qırağa qoyaraq ona bir insanlıq borcumu yerinə yetirdim. Ambulans gəldi, dedilər, bu tədavi görməlidir, mütləq tədavi görməlidir. Tədavi gördü, tədavidən sonra biraz özünə gəldi, ayaqlandı. O yenə mənə dedi ki, mən istərəm evlənək. Və mən də bu qərara verdim. Sanki Rəbbimlə mən bir kontrakt bağladım ki, mən ona baxım, mən onun qulluğunu çəkim, Rəbbim mənə bir övlad qismət eləsin. Yəni, bir övladım olsun. Sonunda mən də bir ana olum. Çox şükür, 5 ildən sonra bizim bir övladımız oldu, bir qızımız oldu. Qızımızın 1 yaş 9 aylığında artıq o getdikcə onun xəstəliyi, onun bədənindəki olan o qəlpələr onu çox incitdi. Çocuğumuzun 1 yaş 9 aylığı olanda o komaya düşdü. 2 il 8 ay komada qaldı. Mən demək olar ki, hər bir gündən bir, 2 gündən bir qaçırdım, gedirdim, işdən çıxırdım, gedirdim onun yanına. Çocuğumuzun haqqında danışırdım, ona söylənirdim. Öz haqqımda bugün nə işlər görmüşəm, nə görüşlər olub, nələr olub, hər şeyi onunla bölüşərdim. O 2 il 8 ay ərəfəsində hansısa bir düyünə gedərdimsə də belə, gedimmi, getməyimmi? Sanki elə bilirdim ki, o yatıb orada. Amma ona sual verərdim ki, izin verirsənmi gedib? Onunla konuşurdum. Həkimlər, doktorlar mənə deyirdilər ki, onsuz da o səni eşidir, amma sənə təpki verə bilmir də. Deyirdim, mən onunla konuşmasam, mən onunla danışmasam, mən buna gedə bilmərəm. 2-8 aydan sonra ayıldı. Komadan ayıldı. Makinalara bağlı qaldı, hastanələrdə. Makinalara bağlı qaldı. 8 il 3 ay makinalara bağlı qaldı. O ərəfələrdə çocuğumuz, qızımız ilk okula getdiyi zaman, onun bütün video görüntülərini, onun şeir deməsini, ilk dəfə məktəbə, okula necə getdiyini, bütün onların hər bir şeyini video görüntüləri götürərdim, qoyardım, o orada televizyonda, kameralarda baxardı. 20-ci ilin fevralın 19-da artıq o dözə bilmədi, bədən, orqanizma dözə bilmədi. Həkimlər məni çağırdılar ki, artıq son, artıq ölüyor. 2 gün doktorlar mənə izin verdilər, mən onun yanında qaldım, 2 gün yanında qaldım. O mənim əlimdən tutdu, mənə dedi ki, mən ölmək istəmirəm. Mən istəyirəm, çocuğumu görüm, böyüməsin görüm. Mən dedim, sən ölməyəsən, yaşayacaqsan. Amma
Canım tapşıranda, öləndə dedik, hicran qoyma, ölürəm. Mən qaldım belə, nə edə bilərəm? Mən sanki 10-11 ildir mən nə bacardımsa elədim. Bundan artıq heç bir şey eləyə bilmədim, gücüm çatmadı. Çünki artıq o su da keçmirdi onun boğazından. Çünki onun buranı da deşmişdilər, o heç bir şeyi qəbul eləyə bilmirdi. Artıq canını tapşırdı, o qazi bir şəhid oldu. İkinci kəs bu acını yaşadım. İkinci kəsdə yenə də şəhidlik adı üstümə gəldi. 19 yaşımdan bu qara geyimdə, qara örpəklə şəhidlərin adlarını yaşatdım. Mənim 2 şəhidim, bu mənim taleyimdə, qismətimdə olan 2 şəhidim. Amma mənim okul yoldaşlarım, okul sinif yoldaşlarım 16'sı şəhiddir. 73-cü illərdən olan 16 dənə okul yoldaşlarım şəhiddirlər Sumqayıtdan. Öz qardaşım Tağıyev Natiq, o da bir qazi. 1-ci Qarabağ savaşı mənim aləmə 35 dənə şəhidimiz var. Şəhid olmaq asandır. Şəhidin adını yaşatmaq o bizlərin borcu. Bizlər onu yaşatmalıyıq layiqincə, şərəflə. O hər bir insana qismət olmaz şəhid olmaq. Şəhid öldü, bastırıldı, dəfn olundu. O şəhid öz adını yaşada bilərmi? Mümkünsüzdür. Onu yaşatmaq bizim boynumuzun borcudur.